Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca. İndi isə daha ətraflı. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmuş şəhərində yaşayan kürdlərin Kürd milli atributları altında martın 18-də geniş bayram şənliklərinin keçirilməsi ilə bağlı təşəbbüsləri gərginliyə səbəb olub. Məlumata görə buna etiraz edən Şəhər Şurasının başçısı Məhəmməd Xəlilpur kürdlərlə bunun nəticələri barədə xəbərdarlıq edərək bildirib. Biz bu çağırışlar kifayət qədər qıcıqlandırıcıdır və biz bu əyaləti özümüzünki kimi qələmə verənlərə qarşı kəfən geyinib cavab verəcəyik. Urmuda Kürd atributları ilə bayram şənlikləri keçirilməsi təşəbbüsü Urmu Şəhər Şurasının Kürd əsilli üzvləri Sadiq Təvəkkülü və Sasan İbrahimzadə tərəfindən irəli sürülüb. Ötən həftə də əyalətin Naxçıvan və Sərhəd Holdaş şəhərində bayram mərasimi keçirilib və bura Kürd bölgəsi kimi qələmə verilib. Qeyd edək ki, mühacirlərin propaganda xarakterli bayram mərasimləri bir neçə il əvvəldən Qərbi Azərbaycan əyalətinin milliyyətcə Kürd olan keçmiş valisi Məhəmməd Sadiq Mötəmedyan dövründən başlayıb. Hazırda əyalətdə milliyyətcə türk olan Rıza Rəhmani vali təyin edilsə də Mötəmedyan dövründə başlayan Azərbaycan torpaqlarına iddia xarakterli ənənə davam edir. Zəncandan olan tanınmış türk dağçı Elnaz Rekabi İrandan mühacirət edib. Elnaz Rekabinin qardaşı Davud Rekabi dünən bazar ertəsi Instagram səhifəsində bacısına müraciət edərək "Harda olursan ol, torpaq sənin evindir bacım, get və parla" sözlərini yazıb. Elnaz Rekabinin uğurları arasında daxili və beynəlxalq yarışlardan bir neçə dünya titulları, o cümlədən 2017-ci ildə qadınlar arasında Bouldering Asiya Kubokunda qızıl medal var. Xanım Rekabinin adı Güney Koreyada keçirilən qayaya dırmanma üzrə Asiya çempionatının finalında hicabsız görünməsindən sonra gündəmə gəlib. Onun hicabsız görüntüləri beynəlxalq mediada geniş şəkildə dərq edildikdən sonra xanım Rekabi İran hökumətinin təhlükəsizlik agentləri tərəfindən təzyiqlərə məruz qalıb. Azərbaycanlı və türk əsilli bu idmançı daha əvvəl 2023-cü ilin martında İspaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak etmək üçün ölkəni tərk etməyi planlaşdırmışdı. Lakin onun ölkədən çıxışına icazə verilməmiş və pasportunun əlindən alındığı barədə məlumat verilmişdi. Şərqi Azərbaycan valisi Bəhram Sərməst Azərbaycanın İranla əlaqəsinin fars dili ilə deyil, məzhəblə olduğunu dediyi üçün türk əleyhidarı irqçi qruplar ona qarşı hücuma keçiblər. Martın 9-u bazar günü axşam Tehranın Mütəfəkkirlər evində Milli Həmrəylik və Konstitusiyanın 15-ci maddəsi konfransı keçirilib. Konfransda etnik, dini və məzhəb məsələləri üzrə Şuranın rəhbəri, İranın keçmiş kəşfiyyat naziri Seyid Mahmud Ələvi də iştirak edib. Bu konfransda Şərqi Azərbaycanın valisi Bəhram Sərməst Konstitusiyanın qeyri-fars dillərindən öz ana dilində təhsil almasına çağırış edərək bildirib. Biz ortaq məxrəc üzərində düşünməliyik və o ondan ibarətdir ki, dilin birliyinə zəmanət verilir. Etnik və yerli dillerin tədrisi pulsuz olur. Mən bu məsələni 1991-ci ildən araşdırıram və o zaman proqnozlaşdırmışdım ki, biz mədəni pluralizmlə üz-üzəyik və əgər hökumət bunları qəbul etməsə, buradan təhlükəli separatizm yaranacaq. Azərbaycanı İranla dil yox, din bağlayır. 15-ci maddənin potensialından istifadə etmək lazımdır. Bu maddənin separatizmi təşviq etmək üçün istifadə edildiyini söyləmək yox. Bu bəyanatlardan sonra İrandakı türk əleyhidarları Şərqi Azərbaycan valisinə hücum edərək onu pan-türk və İranın ərazi bütövlüyünün düşməni adlandırıblar. Təhlükəsizlik qaydalarına əməl olunmaması və işçilərin lazım avadanlıqlarla təmin olunmaması səbəbindən son 10 ay ərzində Həmədan əyalətində iş qəzaları nəticəsində 58 nəfər həyatını itirib. Məlumata görə ölənlərin çoxu hündürlükdən yıxılaraq həyatını itirən tikinti işçiləridir. Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına və işçilərin ölüm sayına görə dünya ölkələri arasında ən aşağı pillələrdən birində, 102-ci yerdədir. Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkətlərindən biri olan Aselsan insansız hava aparatlarına qarşı effektiv müdafiə qabiliyyətini artırmaq üçün hazırladığı Kökberg lazer silah sisteminin sınaqları Suriyanın yeni hökuməti ilə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri arasında kürdlərin Suriya Təhlükəsizlik Qüvvələrinə qoşulmasına dair müqavilə imzalanıb. Müvafiq sənəd Əl-Şarail
SDQ komandiri Mazlum Abdi arasında görüş zamanı imzalanıb. Mətnu Suriya liderlərinin ofisi tərəfindən dərc edilən razılaşmaya əsasən Suriyanın şimal-şərqində yerləşən bütün mülki və hərbi obyektlər dövlət idarəçiliyi sisteminə inteqrasiya olunacaq. Xüsusilə bu Kürd ərazilərindəki bütün keçid məntəqələrinə, eləcə də orada yerləşən hava limanına, qaz və neft yataqlarına aiddir. Bundan əlavə Dəməşq və SDQ arasında razılaşma bütün Suriyada atəşkəsi nəzərdə tutur və Kürd əhalisinə konstitusiyada nəzərdə tutulan bütün hüquqlar, o cümlədən vətəndaşlıq hüququ təmin edilir. Kürdlər isə öz növbəsində Suriyanın yeni hakimiyyət orqanlarına, keçmiş prezident Bəşər Əsədin tərəfdarlarına və Suriyanın təhlükəsizliyini və birliyini təhdid edən digər amillərə qarşı apardıqları mübarizədə dəstək verəcəklərini vəd edirlər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov bildirib ki, Rusiya öz gücünü bərpa etmək üçün müharibədə fasiləyə nail olmaq istəyir. Kiril Budanov bildirib ki, hazırda müharibənin bir günü bu ölkəyə təqribən 1 milyard dollara başa gəlir. Hərbi xərclər Rusiyanın dövlət büdcəsinin 41%-ni tutur. O sözü gedən məbləğin Rusiyanın dövlət büdcəsinin 41%-ni təşkil etdiyini, habelə rəsmi Moskvanın hərbi sənaye istehsalının həcminin bundan daha çox artırılmasının mümkün olmadığını da əlavə edib. Budanov söyləyib ki, Ukraynadan fərqli olaraq Rusiya öz daxili imkanlarından istifadə edir. Suriya prezidenti Əhməd Əşşara ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda ölkənin təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyib. Xatırladaq ki, Əşşara dünən sahilyanı əyalətlərdə zorakılığın artmasının səbəblərini müəyyən etmək, cinayətləri araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün 7 nəfərdən ibarət müstəqil komitə yaradıb. Dəməşq administrasiyasının yeni başçısı söz verib ki, toqquşma günlərində əksəriyyəti Ələvi icmasına mənsub olan dinc əhaliyə qarşı törədilən cinayətlərdə əli olanların hamısı cəzalandırılacaq. Prezident bildirib, Suriya hüquqi dövlətdir. Qanun hamıya şamil olunacaq. Biz məzlumları qorumaq üçün mübarizə və heç kimin qanının haqsız yerə axıdılmasına və hətta bizə ən yaxın olanlar arasında belə kiminsə cəzasız qalmasına icazə verməyəcəyik. Moskva vilayətinə edilən kütləvi PUA hücumları nəticəsində ölən və yaralananlar var. Bunu Moskvanın qubernatoru Andrey Varavyov deyib. Moskva meri Sergey bildirib, saat 05:14-də pilotsuz təyyarə qalıqlarının düşməsi nəticəsində Miratorg şirkətinin Domodedovodakı paylayıcı mərkəzinin ərazisində yerləşən obyektlərə ziyan dəyib. Təəssüf ki, hadisə nəticəsində şirkətin bir əməkdaşı həlak olub, 2 nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə Moskva şəhəri və Moskva vilayəti üzərində 91 PUA zərərsizləşdirilib. Bu, 2025-ci ildə Moskva şəhəri və Moskva vilayətinə edilən ən böyük hücumdur. Bundan başqa, Vidnoyedə bir çox mərtəbəli binaya da ziyan dəyib. Binalardan birinin dam örtüyü sındırılıb. Pilotsuz təyyarələrdən biri Sokuberek Kotteç kəndində fərdi yaşayış evinin üzərinə düşüb. Digər isə Moskvanın Domodedoskaya küçəsində çox mərtəbəli binaya ziyan vurub. Bugün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Bu barədə Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının prezidenti Gordana Silyanovskaya-Davkova ilə görüşü zamanı mətbuata bəyanatında deyib. Azərbaycan prezidenti həmçinin vurğulayıb, yəni energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktik əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib. Görüşdə Qazaxıstan lideri Azərbaycanın ölkəsi üçün qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaş və müttəfiq olduğunu qeyd edib. Prezident Qasım-Jomart Tokayev Azərbaycanla münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığına diqqət çəkib. Onun sözlərinə görə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun səfəri iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir. Biz eyni zamanda Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görürük. Görüş zamanı tərəflər Xəzər dənizinin dibi ilə rabitə və elektrik xətlərinin çəkilməsi də daxil olmaqla birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Sistan və Bəlucistan əyalətinin İranşəhər şəhərinin Müəllim bulvarında naməlum silahlı şəxslər polis qüvvələrinə hücum edib.
Bəluç fəalların kampaniyası yaydığı məlumata görə hücum nəticəsində kapitan rütbəli Rıza Dərini ölüb, kimliyi açıqlanmayan başqa zabit isə yaralanıb. Hücumçuların motosikletlə hadisə yerindən uzaqlaşdıqları və onların saxlanılması üçün əməliyyat başlandığı bildirilib. Pakistanda yaraqların martın 11-də sərnişin qatarına hücumu nəticəsində 450-dən çox şəxs girov götürülüb. Hücum ölkənin cənub-qərbindəki Balochistan əyalətində baş verib. Kvetta Dəmir Yol İdarəsinin yüksək vəzifəli məmuru Məhəmməd Kaşif bildirib ki, 450-dən çox sərnişin silahlı şəxslər tərəfindən girov saxlanılır. Məlumata görə qatar Kvettadan Xayber Paxtunxva əyalətindəki Peşavara gedərkən atəşə tutulub. Hücuma görə silahlı separatçı Balochistan Azadlıq Ordusu qruplaşması məsuliyyəti öz üzərinə götürüb. PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın ləğv edilməsi ilə bağlı bəyanatından sonra proses yeni mərhələyə qədəm qoyub, Türkiyənin təhlükəsizlik mənbələri PKK-nın təhvil verəcəyi silahların toplanacağı məntəqələrin də müəyyən edildiyini bildiriblər. Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan PKK-nın tərksilah olması prosesi ilə bağlı təfərrüatları açıqlayaraq bildirib. Təhlükəsizlik mənbələri bildirirlər ki, prosesdən ümidliyik, hətta silahların toplanacağı məntəqələr də müəyyən edilib. PKK qurultay keçirdikdən sonra YPG ilə birlikdə silahları yerə qoymaq barədə qərar veriləcək. Silahlar təyin olunmuş məntəqələrə aparılaraq təhvil veriləcək. PKK-nın tərksilah prosesi zamanı təşkilat üzvlərinə tətbiq olunacaq prosedurlar da aydınlaşmağa başlayıb. Sinan Burhan bununla bağlı təhlükəsizlik mənbələrindən aldığı məlumatları açıqlayıb. Cinayət törətməyənlər sərbəst buraxılacaq. Etiraf və təsir edici tövbə çərçivəsində yeni hüquqi tənzimləmələr edilə bilər. Terror təşkilatlarının liderlərinə və cinayətlərdə iştirak edənlərə qətiyyən əhv olunmayacaq. Burhan, Ankaranın proseslə bağlı hüquqi inzibati işləri yekunlaşdırdığını və prosesin təfərrüatlarının qarşıdakı günlərdə tam bəlli olacağını bildirib. NATO'nun baş katibi Mark Rutte, Amerika prezidenti Donald Trump'ın qərarları səbəbindən qitədə təhlükəsizliklə bağlı narahatlıqların artmasına görə Avropa İttifaqını Türkiyə ilə əlaqələri dərinləşdirməyə çağırıb. Financial Times qeyd edib ki, çağırış Brüsselin Avropa İttifaqının müdafiə xərclərini böyük həcmdə artırması çərçivəsində Türkiyə və ittifaqa daxil olmayan digər qonşularla əməkdaşlığı gücləndirməyə çalışdığı bir vaxta gəlib. Məlumatda deyilir, fevralın əvvəlində Avropa İttifaqı liderləri ilə özəl naharda Rutte Türkiyə ilə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Söhbətlə tanış olan 3 nəfərin sözlərinə görə NATO rəhbəri görüşdə Avropa İttifaqı liderlərini Ankara ilə əməkdaşlığa çağırıb. Ruttenin sözcüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib. Xatırladaq ki, NATO baş katibi yanvarda Avropa Parlamentində çıxışı zamanı demişdi. Hesab edirəm ki, Avropa İttifaqına daxil olmayan müttəfiqlərin ittifaqın müdafiə səylərinə cəlb edilməsi Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Sonda əsas xəbər başlıqlarına bir daha nəzər salaq. Urmuda gərginlik, şəhər şurasının başçısı sərt reaksiya verdi. Paniranistlər Şərqi Azərbaycan valisinə qarşı təbliğat. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.